Alkinlər bölməsi, aromatik karbohidrogenlər 2019-cu ilin test toplusu, səhifə 183. Birinci sual necədir uşaqlar? Hansı maddələrin qarşılıqlı təsirindən vinil xlorid əmələ gəlir? Vinil deyəndə bir dənə 2 qat rabitə yazırıq. Vinil xlorid. Vinil deyəndə etindən hidrogen neçəsi qopur? Biri. Bu radikalın adı vinildir. Bu da xlorid. Vinil xloridi almaq üçün nə götürülür uşaqlar? Astilenin B bəndi. Cavab nə bəndi oldu burada? B bəndi. Astilen alkinlərin iç nümayəndəsidir. Plus H xlorla reaksiyası. Reaksiyanın izahı belədir. Astilen alkinlərə aiddir. Alkinlərdə karbon atomları arasında bir ədəd 3 qat rabitə var. H xlorla reaksiyasının mexanizmi ion mexanizmidir. Burada Markovnikov qaydası yoxdur. Hər karbona bir hidrogen birləşir. Pinin biri qırıldı. Bir hidrogen birinə birləşir. Xlor isə digərinə birləşir. Əmələ gələn maddə CH idi. Bir dənə də hidrogen atom birləşəndə CH2, 2 qat rabitə, CH. Bu karbona isə xlor birləşir. Və bu maddənin adı nə oldu uşaqlar? Vinil. Baxın, vinil. Vinil deyəndə etenden hidrogen neçəsi qopub? Biri. Vinil xlorid. Cavab oldu B bəndi. Amma burada ayrı-ayrı bəndlərdə, məsələn, A bəndində yazıb etenin H xlorla reaksiyası, biraz daha reaksiyaları izah eləsəm. A bəndində yazıb burada eten alkenlərin iç nümayəndəsidir. Hidrogen xloridlə reaksiyası var. Etende bir ədəd neçə qat rabitə var? 2 qat. Və bir 2 qat rabitəni doydurmaq üçün, baxın, bir dənə pini doydurmaq üçün 1 mol maddə lazımdır. Mexanizm iondur. Eten alkenlərin iç nümayəndəsidir. Burada Markovnikov qaydası yoxdur. Simmetrik alkendir. Pi qırılır. Hidrogen birinə birləşir. Birinci karbona. Xlor da 2-yə. Fərqi yoxdur. Yaxud da xlor birinciyə, hidrogen ikinciyə birləşə bilər. Burada nə qaydası yoxdur? Markovnikov qaydası yoxdur. Olur burada CH3 hidrogen birinə birləşəndə tək qat rabitə CH2 və bura bir xlor atom birləşir. Maddənin adı nə oldu bu? Etil. Etandan hidrogenin biri çıxandan sonra radikalın adı nədir? Etil xlorid. Yəni burada vinil xlorid yox, etil xlorid alınır. Sonra astilenin B bəndi. B-də astilenin xlorla reaksiyasıdır uşaqlar. Bayaqki bəndin cavabı, birinci sualın cavabı C bəndidir. Astilenin H xlorla reaksiyası. Deməli, B bəndində nə yazıb? Asetilen alkinlərin homoloji sırasının neçənci nümayəndəsidir? İlk nümayəndəsidir. B bəndində yazıb astilen. Astilenin xlorla reaksiyası belə yazıbsa, siz bunu belə rahat başa düşə bilməyəcəksiniz. Özü də 1 mol xlordur. O zaman şifahi cavabı bax belə olur. C2, H2, xlor 2. Dixlor eten olur. Xlor. Etan yox, eten. N. Birdən 2 qat qalır. Astilində 3 qat rabitə var. Alkinlərə aiddir. Karbon 2 dənədir. Aralarında 3 qat rabitə. 3 valenti burada birinə hidrogen birləşib. Birinci karbon, bu da ikinci karbon. 1 mol xlorla reaksiya girir. Pinin biri qırılır. Xlorun biri birinci karbona, biri də ikinci karbona birləşir. Baxın, 2 də xlor atom var. Olur CH, xlor. 2 qat rabitə, CH, bir də xlor. Nömrələyəndə bu maddənin adına baxın. 1, 2, dixlor, eten olur. Etan yox, nə olur? Eten. Niyə görə eten? Ona görə ki, uşaqlar, pinin burada biri qırılıb. Xlorun biri birinci karbona birləşib. Biri də ikinci karbona. Beynəlxalq adını yazmaq istəsək, birdə xlor var, bir də 2-də. 2 dənə xlor olduğuna görə dixlor. Əsas karbon zəncirinin uzunluğu 2 dənədir. Etandan A şəkilçisini atıb N şəkilçisi ilə əlavə edilən. Çünki burada nə rabitəsi var? 2 qat rabitə var. Alkenlərin sonu N şəkilçisini bitir. Sonra bir də Y bəndində uşaqlar etanın xlorla reaksiyası yazıb. Y-dən əvvəl D bəndində metan yazıb. Metan alkanların homoloji sırasının ilk nümayəndəsidir. Xlorla reaksiyası işıq kvantun udaraqdan gedir. Əvəz olunma reaksiyasıdır. Əgər metan 1 mol qarşısında heç nə yazılmayıb və xlorun qarşısında heç nə yazılmayıbsa 1 moldsa, 1 mola 1 mol gedirsə metandakı hidrogenin biri əvəz olunur. 4 dənə hidrogenin biri çıxandan sonra metil
o çıxan hidrogenin yerinə xlor birləşir. Metil xlorid və bir də buradan çıxan hidrogen xlorun digəri ilə birləşərək hidrogen xlorid qazı əmələ gəlir. Baxın, əgər 1 mol xlor götürmüşüksə, 1 molda hidrogen xlorid qazı əmələ gələcək, əvəz olunma reaksiyası. Alınan maddənin adı nə oldu? Metil xlorid və yaxud da metanın törəməsi kimi baxsam, xlor, metan deyirlər. Baxın, metandan hidrogen neçəsi əvəz olunur? Biri. Əvəz olunma reaksiyasıdır. Eləcə də etan, Y bəndində yazıb. Etan alkanların homoloji sırasının ikinci nümayəndəsidir. Etanın 1 mol xlorla reaksiyası var. Ümumiyyətlə etanın 6 dənə xlorlu törəməsi ola bilər. İşi kvantun udaraqdan və ya qızdırıldıqda gedir. Sərbəst radikal mexanizmi əsasında gedən zəncir vari reaksiyadır. Karbon zənciri uzanmır uşaqları. Zəncir vari reaksiyadır. Hal-hazırda bu 1 moldur. Xlorun qarşısında heç nə yazılmıyor, 1 mol. O zaman hidrogenin biri əvəz olunur. C2, H5, xlor, etil xlorid və buradan çıxan hidrogen digər xlorla birləşib hidrogen xlorid qazı əmələ gəlir. RH tipli necə hidrid? Uçucu hidrid. Keçirik ikinci suala. Karbohidrogen molekulunda 3 qat rabitəni təyin etmək üçün ümumiyyətlə 2 qat və ya 3 qat rabitəni 2 üsulla təyin edirlər. Ya bromlu su neynir? Rədsizləşdirir 1. 2. Ya da kalium permanganat deyəndə mangan O4-ün neçə əsaslıdır? 1 əsaslıdır. Permanganatın duzudur bu. Kalium permanganatın nədə məhlunu? Suda məhlunu rədsizləşdirir. Alkenlər və bir də alkinləri təyin etmək üçün neçədə maddə lazımdır? 2 də. Bromlu su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə qırmızı qonur rəngli, buxarlı zəhərli olan mayedir, rədsizləşdirir. Kalium perimanganat isə duzdur. Marganisovka deyirlər. Bu duzun texniki adı marganisovka. Kalium permanganatın suda məhlulu qırmızı bənövşəyi rənglidir. Qırmızı bənövşəyi rəngli məhlulu rədsizləşdirir. Bizə deyir ki, molekulunda 3 qat rabitəni təyin etmək üçün, 3 qat rabitəni təyin etmək üçün A bəndində yazıb sen, H2, minus 2. 3 qat alkindir də. Alkinlərin ümumi formulu CnH2 minus 2. Yodidlə, hidrogen yodidlə reaksiyası 3 qatın təyini deyil. Bu təyin deyil A bəndi. Yəni belə bir reaksiya olsa da təyin reaksiyası nədir? Deyil. B bəndində yazıb alkin minus 2 plus bromla reaksiya. Bəli, bu alkinin nə idi? Təyini. Ya brom yaza bilərdi, baxın, ya brom yaza bilərdi, ya da kalium permanganatın nədə məhlunu? Suda məhlunu rədsizləşdirir. Bromla reaksiyası əgər 1 mola 1 mol olsa, o zaman 2 dən brom birləşəcək. Olacaq uşaqlar sen H2n minus 2 olduğu kimi qalır və neçə dənə brom birləşir? 2 dənə. Əmələ gələn maddə nə olur? Dibrom alkenə çevrilir. Niyə çevrilir? Alkenə. Bu in idi. İn bromlu su rədsizləşdirəndə pinin neçəsi qırılır? 1-i alkenə çevrilir. Neçə qat rabitə qalır? 2 qat. Əvvəl burada inlərdə 3 qat var idi. 1 mol bromlu su rədsizləşdirəndə pinin 1-i qırılır. İndi oldu alken. Dibrom alkan. Alkan yox, alken. Və yaxud da brom 2 mol olsa, brom orada 2 mol götürsün. Neçə mol brom götürür? 2 mol. Ona görə ki, inlərdə bir ədəd neçə qat rabitə var karbon atomları arasında? 3 qatın neçəsi pidir? İkisi pidir. O 2 piyini doydurmaq üçün, baxın, neçə mol brom lazımdır? 2 mol brom lazımdır. O reaksiya adi şəraitdə gedir, bromlu su rədsizləşdirir. O zaman alınan maddə H2 minus 2, brom neçədə birləşir uşaqlar? 4-də. Və bu maddə nə olur? Tetra. Tetra neçə deməkdir? 4. Brom alkana çevrilir. Niyə çevrilir? Alkana. Artıq bu maddədə pi rabitəsi yoxdur. Pilərin neçəsi də qırılıb? İkisi də qırılıb. 2 də pi qırılanda neçədə atom birləşir? 4-də. P, 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 P. Baxın, 2-ni vurun 2-yə. Neçədə brom birləşəcək? 4 dənə brom ora neynir? Birləşir. Sonra burada yazıb uşaqlar alkinin yanması. C bəndində bütün inlər yanar. O yanma təyini deyil. Alkinin yanmasını yazıb. Yanğına kömək eləyən qaz hansı qazdır? Oksigen. Canlı aləmdə tənəffüs və yanmada iştirak edən qaz oksigendir. Bütün karbohidrogenlər yananda karbon oksidi, karbon neçə oksidi? 4 oksidi və ya karbon dioksid və bir də su molekulu əmələ gəlir. Yəni bu əmsallaşdırmaq üçün necə yazırdı? 2 minus 2-ni 2-yə biləndə bura nə yazırdı uşaqlar? M minus neçə yazırıq? 1.
Karbon N qədərdir, bura N yazırdı. Lap axırda oksigeni hesablamaq üçün N-i vururduq 2-yə. 2N və bunun əmsalını vururduq oksigen indeksinə. Baxın, oksigen indeksinə. O da N-1. O da bərabərdir 3N minus neçə elirdi 1. Və bu 2-yə böləndə, baxın, 3N minus 1 bölmə neçə oldu burada? 2. Yəni 1 molu yananda yanma reaksiyasıdır bu. Yanğına kömək eləyən qaz oksigendir. Alkinin qələvi ilə reaksiyası yoxdur. D bəndində yazıb alkin, qələvi ilə reaksiyası. Ümumiyyətlə alkinin belə bir reaksiyası yoxdur. Aktiv metalların hidroksidlərinə qələvlər deyilir. Reaksiya yoxdur. Alkin amma H-bromla reaksiyası var. İnlərin hidrogen bromidlə reaksiyası var. Mexanizm iyondur. Qayda Markovnikov ola da bilər, olmaya da bilər. Baxır o hansı alkindir. Simmetrik və ya qeyri-simmetrik alkindirsə. Birləşmə reaksiyası olur. Hidrogen bir də birləşir bura. Nə olacaq uşaqlar? Sen H2 minus 2-yə, baxın, minus 2-yə plus 1 dənə hidrogen birləşəndə minus neçə olur? Bir böyük moduldan kiçik modul çıxır. Bu hidrogendir də, elə bil minus 2 idi. Bura baxın. Üstünə bir dənə də hidrogen gələndə 2-dən 1 çıxanda minus 1 brom birləşmə reaksiyası. Sonra keçirik 3-cü suala. Deməli, 2-ci sualda bir də deyirəm, karbohidrogen molekulunda 3 qat rabitəni təyin etmək üçün həm nəzəriyyəsini izah elədim ki, 3 qat rabitəni təyin eləmək üçün 2-də bir bromlu su ilə təyin edirlər, bir də kalium permanganatın nədə məhlullar? Kalium permanganatı hər dəfə deyirəm düzgün yazın. Kalium permanganat deyəndə necə yazırıq? Mangan, O4 nə qalıqıdır? Turşu qalığı. Permanganat turşusu neçə əsaslıdır? 1 əsaslıdır. Bu kaliumdur. Kalium permanganat orta və necə duzdur? Normal duz. Texniki adı nədir? Marganisovka. Yəni bilirsiniz, permanganat turşusu necə yazırdı? H mangan O4. Mangan O4 nə qalıqıdır? Turşu qalığı. 1 əsaslıdır. 8-dən də 1 çıxanda mangan burada müsbət 7. Mangan oksidləşdiricidir burada. Nə ala bilər? Elektronu ala bilər. Ala bilər. Ona görə ki, burada mangan maksimum nə dərəcəsi göstərir? Oksidləşmə. Alıb hara gələ bilər? Sıfıra gələ bilər. Metallar üçün ən kiçik sıfırdır. Mangan üçün. Ən böyük isə mangan üçün necə 7-dir? Müsbət 7. Yəni, kalium permanganatın suda məhlulunu rəysizləşdirir və bir də bromlu suyu. Orada da deməli 2-ci sualın cavabı B bəndidir. Keçirik 3-cü suala. 3-cü sualda yazıb kalium permanganatın məhlulunu. Kalium permanganat məhlulu necə yazırıq? Kalium permanganat deyəndə mangan O4 nə qalıqıdır? Turşu qalığı. Kalium permanganat məhlulu. Bir də bura su yazırıq. Qırmızı nə rənglidir? Bənövşə rənglidir. Kalium permanganat məhlulunu rəysizləşdirən karbohidrogeni göstər. Hansı karbohidrogen kalium permanganatı rəysizləşdirə bilər? Oradakı 2 qat və ya neçə qat rabitə var? 3 qat. 2 qatın neçəsi pi-dir? 1-i. 3 qatın isə neçəsi pi-dir? 2-si pi-dir. Yəni inlər nələr? İnlər və N şəkilçisi. Alken sonu N-dir. İnlər kalium permanganatın suda məhlulunu rəysizləşdirir. Cavab nə bəndə olur? Orada A bəndi. A bəndində nə yazıb? Bəli, A bəndində in yazıb 3 qat rabitə. Deməli 3 qat burada da bir karbon yazıb. Hidrogen ikisi çıxıb. Baxın. İndi 1, 2, 3 hidrogen. 1, 2, 3, 4. Bura CH3 yazıram. Bura bir CH3. Burada bir CH3. Nömrələyəndə 1, 2, 3, 4. Adı nə oldu bu maddənin? 3, 3. Beynəlxalq adı 3, 3. 3-də 2 də şaxə var. Biri yuxarıda, biri də aşağıda. 3, 3. Dimetil. Əsas karbon zəncirinin uzunluğu 4-dədirsə nə deyirlər ona? Bu, tin, in. Neçənci karbondan çıxır? Birincidən. Butin sözündə karbon 4-dədir. Dimetil sözündə karbon 2-dədir. Cəmləyəndə 6 da karbon var. İnlərin ümumi formulu necədir uşaqlar? CnH2 minus 2 düsturuna uyğun gəlir. 3 qatı görürsünüz də burada. Neçəsi pi-dir? Biri sigma. Neçə də pi var orada? 2 dənə. Və bunlar kalium permanganatın nədə məhlulunu rəysizləşdirir? Suda. Həmin bu maddə kalium permanganatın suda məhlulunu rəysizləşdirir. B bəndində alkan yazıb uşaqlar. Alkanlarda pi rabitəsi yoxdur. B bəndində yazdığı alkan 4 dənə əsas zəncirdədir. Və karbon ikincidə şaxə var. CH3. CH3. CH2, burada da CH3. Bu birinci karbon, ikinci, üçüncü, bu da dördüncü karbon. 2, 2,
Dimetil, nə deyirlər ona? Butan. Alkanlara aiddir. Bu butan sözündə karbon neçədədir? 4 dənə. Metilin biri buradadır, biri buradadır. 2 də karbon buradadır. Cəmləyəndə 2, burada da 4. 6, o da 14. İzoheksandır bu. Heksanın nə idi? İzomeri. Heksanın 5 də izomeri var. Biri də budur, şaxəli alkan. Alkan pi olmadığı üçün, pi nədir onlarda? Yoxdur. Nə bromlu suyu, nə də kalium permanganatın, nə də məhlunu, suda məhlunu rəysizləşdirmir. Digər bənddə C bəndində 6 üzlü çəkib. 2 üzlü çəkib uşaqlar, 6 üzlü və orada düyün nöqtələrində nə yazıb? CH2. Sikloheksandır bu. 1, 2, 2 valentinə hidrogen birləşib. Karbon 4 valentlidir, CH2. Bu da CH2. Bu benzoldur, bu sikloheksandır. Sikloalkanlara aiddir. Sikloalkanların düyünlərində metilenlər yerləşir. Karbon neçə valentlidir? 4 valent, 1 valent. 2, ikisi də bura birləşib, 4 valent. 1, 2, ikisi bura birləşib, neçə valent oldu? 4 valent. Və bu maddənin adı nə oldu? Sikloheksan. Nə deyirlər ona? Sikloheksan. Sikloalkanlara aiddir. Nələrə aiddir? Sikloalkanların ümumi formulu 6. 2-dən 6 neçə eləyir? 12. Sikloalkanlarda nə rabitəsi yoxdur? Pi rabitəsi nədir? Yoxdur. O nə bromlu suyu, nə də kalium permanganatın, nə də məhlunu rəysizləşdirmir. Suda məhlunu rəysizləşdirmir. Sonra D bəndində burada benzol yazıb, C6, H6. Benzol kalium permanganatın suda məhlunu rəysizləşdirmir bu da. Və axırıncı bənddə də uşaqlar normal heksan yazıb E bəndində. Heksan, normal heksan, yəni şaxəsiz. Baxın, 6 da karbon yazıb. Bir də yazaq. Metillə başlayır. Nə ilə qutarır? Metillə. Ortadakı CH2, 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 yenə də CH2. 1 karbon, 2, 3, 4, 5, 6. Necə heksandır? Normal heksan. Baxın, normal heksanda da pi olmadığı üçün nə bromlu suyu, nə də kalium permanganatın suda məhlunu rəysizləşdirmir. Sualı bir də təkrar edirəm. Üçüncüdə deyir ki, kalium permanganat məhlununu adi şəraitdə rəysizləşdirən karbohidrogeni müəyyən edin. Cavab da A bəndidir. A bəndində olan maddə alkin idi. Nə idi uşaqlar? Alkin. Dördüncü suala keçirəm. Hansı maddənin hər ikisində sp3 hibridləşmə vəziyyətində olan karbon atomu yoxdur? sp3 hibrid vəziyyətində olan nə atomu yoxdur? Karbon atomu yoxdur. İzoprində var. İzopreni mən sizə yazdırmışdım. İzopren təbii kalçukun nə idi? Monomeridir. İzoprenin beynəlxalq adı nədir? İzopren. İzopren alka deyənlərə aiddir və onun digər adı nədir? Beynəlxalq adı 2 metil butadiyen. Nə deyirlər ona? Butadiyen. Birdən çıxır. Diyen deyəndə neçədə 2 qat rabitə var? 2-də. Biri birdən çıxır, biri də 3-dən. İzoprenin adı nə oldu? 2 metil butadiyen 1,3. İzoprində bir dənə karbon atomu sp3 hibrid vəziyyətindədir. Yazıram. Bax, göstərəm izoprində necə yazır. 4 dənə karbon yazır o butadiyen. Butadiyen 1,3 deyəndə 2 qat rabitə biri birinci karbondan çıxır, biri də 3-dən çıxır. Baxın, 2 qatın biri 1-dən çıxır, biri də 3-dən. İkincidə metil var. İkinci karbonda nə var orada? Metil. 2 dənə 2 qat bir-birinə bir də tək qatla birləşirsə, bu konjüqə olunmuş, qoşulmuş alkanələr aiddir deyənlərə. Sonu nə şəkilçinə bitir? DN. D2 deməkdir. N2-də 2 qat rabitə var. H2, 1, 2, 3, 4. H, burada 1, H2 yazıram. Bu karbon. Baxın, birinci karbon. Hibridləşməmiş. Bir dənə P'si var. Nə hibrid vəziyyətindədir? sp2. Bu karbon nə hibrid vəziyyətindədir? sp2. Hibridləşmədə neçədə P iştirak edir? Bəs bu karbon nə hibrid vəziyyətindədir? sp2. Bu karbon da sp2 hibrid vəziyyətində. Aşağıdakı karbon isə sp3 hibrid vəziyyətindədir. Bizə deyir sp3 hibrid vəziyyətində olmasın, amma var. Bunun adı nə oldu? 2 metil, baxın, ikincidən metil var. Əsas karbon zəncirinin uzunluğu 4-dədirsə, butadiyen 1-dən çıxır, 2 qat rabitə, bir də 3-dən. 2 metil butadiyen 1,3-ün başqa adı izoprendir. İzopren təbii kalçukun monomeridir və həmin bənddə bir də tollol yazılır. A bəndində 2 dənə maddə var idi. İzoprenda neçədə karbon? Bir dənə karbon göstərdim. Nə hibrid vəziyyətindədir? sp3 və bir də toluol yazıb. Tololun digər adı nə oldu uşaqlar? Metil benzol.
Metil, benzol. Orada metil sözü varsa, yenə burada da bir karbon atomunun hibrid vəziyyətində olacaq sp3. Metil benzol deyəndə bu benzol həlqəsini çəkirik. Benzol həlqəsini çəkirik. Ortada 6 elektronun nə sistemini çəkirik? Pi sistemin. Hidrogenin biri nə ilə əvəz olunub? Metillə. Digərləri CH. Benzol həlqəsində CH-ları yazıram. Baxın. CH 1 valent, 2 valent, biri burada 3 valent və birdən də P hibridləşmir. Hər karbon ortaya neçədə P elektronu verir? Baxın, bir dənə bu karbonun P'si hibridləşməyib. Bu karbonun, bir dənə bunun, bir dənə bunun, bir də 6 elektronlu ümumi nə sistemi yaranır? Pi sistemi. Hər karbonun S-də bir elektronu var idi. Ümumiyyətlə P-də neçə elektronu var idi? 3. Onlardan neçəsi hibridləşməyib? Biri. Onda benzol həlqəsindəki karbonun biri mərkəzə gələrək 6 elektronlu pi sistemi yaradır. Onda benzol həlqəsində neçədən karbon var idi uşaqlar? 6 dənə karbon, hidrogenin biri çıxıb. 6-sı da nə hibrid vəziyyətində? sp2. Və o bir dənə hidrogen metillə əvəz olunur. Nə ilə əvəz olunur? Yan zəncirdəki karbon nə hibrid vəziyyətindədir? sp3. Bunun adı nə oldu? Metil benzol və ya başqa adı nə oldu? Metil benzol. Bir də adı var, toluol. Metil deyəndə bir fenil, baxın, bir fenil. Fenil C6H5-dir və bir metildən ibarət olan mürəkkəb maddə. Baxın, bir fenil və bir metildən ibarət olan mürəkkəb maddənin adı nədir? Metil benzol və ya nə deyirlər ona? Toluol. Metil benzolun digər adı nə oldu? Toluol. Toluol hansı karbohidrogenlərə aiddir? Aromatik nələr aiddir? Karbon nələr aiddir? Hidrogenlərə aiddir. Toluol aromatik nələr aiddir? Karbohidrogenlərə. Hidrogenin biri metillə əvəz olunub. Hidrogenin biri CH, CH, CH. Buradan da CH. Baxın, metil benzol. Bu bir dənə karbon nə hibrid vəziyyətindədir? sp3. Bəs 6 dənəsi? Bunun bir dənə P'si hibridləşməyib. Hər karbonun bir dənə P elektronu, 6 elektronlu pi sistemi yaratdığına görə 6 dənə karbonun 6-sı da nə hibrid vəziyyətindədir? sp2. Yəni, toluolda sp3 hibrid vəziyyətində karbon atomu var. Bizə deyir, olmasın. İzoprində də var, toluolda da. O bənd getdi. Propilində də var uşaqlar. B bəndində propilen yazıb, propilində də var. Amma astilində yoxdur. B bəndində 2 dənə maddə yazıb, söz nə yazıb? Propilen. İlen isə alkenlərin tarixi adını nə şəkilçisindən qutarır? İlen. Və bir də orada yazıb asetilen. Bəli, astilin düz gələcək. Astilində alkinlərə aiddir. Astilin necə yazırdı? C2, H2. 2 dənə karbon atomu var və onlar neçə qata bitişib? 3 qata. 3 valenti getdi, birində hidrogen. Bu karbon nə hibrid vəziyyətindədir? sp. Hibridləşmədə 2 də P iştirak eləməyib. Bu karbon nə hibrid vəziyyətindədir? sp. Bu maddənin adı nə oldu? Etin. İnlərə aiddir və ya nə deyirlər? Astilin. Amma propilen alkendir. Alkenlərin beynəlxalq adı N-dir. Tarixi adı nə şəkilçisindən qutarır? İlen. 3 dənə karbon, hidrogen neçədədir? 6-da. Və propilində 1 dənə karbon sp3 hibrid vəziyyətindədir. Baxın, propilen deyəndə necə yazırıq? 3 dənə karbon yazırıq və karbonun biri 2 qata bitişib. Bu karbon nə hibrid vəziyyətindədir uşaqlar? sp2, bu karbon sp2 hibridləşmədə bir dənə P iştirak eləmir, bir dənə. Və bu karbon nə hibrid vəziyyətindədir? sp3. Yazırıq burada CH2, 1, 2, 3, H. Burada da nə oldu? H3. Birinci karbon, ikinci, bu da üçüncü karbon. Nə oldu bunun adı? Propen. Tarixi, beynəlxalq adı propendir. Tarixi adı nə oldu? Propilen. N və nə deyirlər ona? İlen. Aydın oldu uşaqlar. Bu bənddə götürmək olmaz. Benzolda 6 də karbon var. 6-sı da nə hibrid vəziyyətindədir? sp2. Orada sp3 nədir? Yoxdur. Metaksilolu həmin bənddə, baxın, C bəndində ksilol nə deməkdir ümumiyyətlə? Benzol yazırdıq C6, H6-dır. Benzolda 6 da karbonun 6-sı da sp2 hibrid vəziyyətindədir. Ona görə ki, hər karbonun hibridləşmədə bir P elektronu iştirak eləmir. Baxın, hər karbonda bir dənə P. P elektronu hər karbondan biri iştirak eləmir və 6 elektronlu pi sistemi yarandığı üçün
6D karbonun 6-sı da nə hibrid vəziyyətindədir? sp2. Yəni orada sp3 hibrid vəziyyətində karbon yoxdur. Bu arenlərin ilk nümayəndəsi. İkinci nümayəndəsi tollol oldu. Tollol deyəndə benzoldan hidrogenin biri metil radikalı ilə əvəz olundu. Yenə də burada 6D karbon sp2 hibrid vəziyyətindədir. Yan zəncirdəki karbon isə sp3 hibrid nəyindədir? Vəziyyətindədir. Ksilol nə deməkdir uşaqlar? Ksilol o deməkdir ki, benzolda 2 dənə hidrogen, baxın benzol C6H6 idi, C6H4 qaldı. Hidrogenin ikisi metil radikalı ilə əvəz olunur. Hidrogenin ikisi metillə əvəz olunur. Neçə dənə metil var? 2 dənə. Və metilin biri 1-də, biri 2-də olsa orto vəziyyət. Biri 1-də, biri 3-də olsa meta sözü yazırlar. Biri 1-də, biri 4-də olsa para sözü yazmaq lazımdır. Ksilolun neçə forması var? 3 dənə. Orta ksilol, meta ksilol, bir də para. Orta deyəndə orta vəziyyət hansı vəziyyətdir? 1 ilə 2 hansı vəziyyətdir? Orta. 1 ilə 3 meta, 1 ilə 4 para. İndi bizə meta ksilolu necə yazırlar uşaqlar? Meta, burada yazıb m ksilol. M ksilol deyəndə m ksilol oxumurlar. Meta ksilol oxuyurlar. Benzol həlqəsini çəkirəm. Ortada 6 elektronlu ümumi nə sistem var burada? Pi sistemini çəkirəm. Meta deyirəmsə, metilin biri 1-ci karbondan çıxır, o biri 3-dən. Fərqi var, haranı 1-3 götürür. Məsələn, tutaq ki, birin buradan çıxardıram hidrogeni. Birini də hardan çıxardıram? Buradan. Nömrələmə buradan başlayır. 1, 2, 3, 4, 5, 6. İçərdən nömrəli. Burada nə qaldı uşaqlar? Karbon. Hidrogen nə ilə əvəz elədim? Metillə. Burada CH qaldı. Burada karbon qaldı. Buradakı hidrogeni qoparıb əvəzinə nə radikalı gətirdim? Metil. Yenə burada CH, CH, burada CH. Nə həlqəsini? Benzoldan hidrogen neçəsi qopub uşaqlar? Baxın hidrogenin neçəsi qopub burada? İkisi, qırmızı ilə göstərin. Baxın neçəsi qopub? 2 dənə metil radikalı var. Necə zəncirdir bunlar? Yan zəncir. 6 dənə karbon, baxın yan zəncirdəki karbonlar nə hibrid vəziyyətindədir? sp3. Ksilolda 2 də karbon mütləq sp3 hibrid vəziyyətindədir. 6 dənəsi bax. 6D karbon, baxın, benzol həlqəsindəki karbonlar isə sp2 hibrid vəziyyətindədir. Ona görə ki, hər karbonun bir P-si hibridləşmədə iştirak etməyib. Deməli, karbonun bir dənə P-si iştirak eləməyəndə nə hibrid vəziyyətində olur? sp2. Ksilol arenlərə aiddir. Hara aiddir? Arenlər. Arenlər nə deməkdir? Uşaqlar aromatik karbohidrogenlərə aiddir. Bu hansı ksilol oldu? Meta ksilol. Beynəlxalq adı nədir meta ksilolun? 1, 3, dimetil, nə deyirlər ona? 1, 3 dimetil benzol. Bir də adı var, hansı ksilol oldu? Meta ksilol. Meta ksilolun 2 də adı var. 1, 3 dimetil benzol və ya meta ksilol. Ksilol deyəndə benzoldan hidrogen neçəsi qopur? İkisi. Yox, biri qopanda tollol olur. İkisi qopur və 2 dənə metil gəlir əvəzinə. Neçədən metil gəlir? 6 da karbon burada. Nə hibrid vəziyyətindədir? sp2. 2 də karbon yan zəncirdədir. Bu nə hibrid vəziyyətindədir? sp3. Yəni burada sp3 hibrid vəziyyətində karbon var. Deməli burada C bəndində nə yazmışdı uşaqlar? C bəndində yazmışdı ki, C bəndində bir benzol yazmışdı. Benzolu necə yazırlar? C6H6 və C bəndində yazıb ksilol. Sözlə yazıb da meta ksilol. Meta ksilol deyəndə C6 H neçə yazıram? 4. Və metil neçədə yazıram? 2 dənə. Və meta ksilolun beynəlxalq adı nə oldu? 1, 3, dimetil, nə deyirlər ona? Benzol. 2 dənə adı vardı. 1, 3 dimetil benzol. Bu da benzoldur. Benzol arenlərin ilkidir. 6 da karbonun 6-sı da nə hibrid vəziyyətindədir? sp2. Burada sp3 yoxdur. Bu düz gəlirdi. Amma burada 2 da karbon nə hibrid vəziyyətindədir? sp3. Buna görə atrobu bəndi götürmək olmaz. Səhvdir. Aydın oldu. Növbəti suala keçirik. Növbəti sualı yox, həmin bəndin növbəti D bəndinə keçirik. D bəndində nə yazıb? Astaldehid yazıb. Asitaldehid. Asital. Nə yazıb orada? Dehid. Asitaldehid hara aiddir uşaqlar? Aldehidlərə. Asitaldehid sözünün aldehidlərə aiddir. Aldehid. Aldehidlərdə aldehid qrupu necə yazırdı? Karbon ilə. Nəyə? Karbon ilə nə atomu birləşib?
Baxın, bu karbonil idi. Karbonil ilə hidrogen atom birləşibsə, bu nə qrupudur? Aldehid. Astaldehiddə neçədə karbon var? 2 dənə. Baxın, bu aldehid qrupu oldu. Astaldehid deyəndə necə yazırıq? 1. Bu da 2 də karbon. Nə qrupunu yazırıq? Aldehid. Və bura nə yazıram? CH3. Bu birinci karbon, bu da ikinci. Bunun adı nədir? Etan. Al. Aldehidin axırı nə ilə qutarır? Alna. Sirkə aldehidi. Və bir də adı var asitaldehid. Asital, nə deyirlər ona? Dehid. Aldehidlərin neçənci nümayəndəsidir? İkinci nə idi? Nümayəndəsi. Və maye aldehidlərin ilkidir. Aldehidlərin birinci nümayəndəsi metanal, formaldehid və qarışqa aldehidi qaz halındadır. İlk nümayəndəsi metanaldır, formaldehid və qarışqa aldehidi qaz halındadır. Və ikinci nümayəndəsi etanal, astaldehid, sirkə aldehidi maye aldehidlərin ilkidir. Hansı aldehidlərin? Maye. Bax, bura maye sözü yazmışam. Maye aldehidlərin ilkidir. Burada bu karbon nə hibrid vəziyyətindədir? sp2 hibridləşmədə bir də p iştirak eləməyib, p-ni yaradan. Və bu karbon nə hibrid vəziyyətində? sp3. sp3 hibrid vəziyyətində karbon atomu var. Nə bəndi idi bu? D bəndi. Bunu da götürmək olmaz. Bizə deyir sp3 olmasın. Həm də burada ortokrizol da var uşaqlar. İndi sabah sual verə bilərsiniz ki, ortoksilol nədir? Ortokrezol nədir? Az əvvəl yazdığım ortoksilol, metoksilol yazmışdım. Bunlar fərqli maddələrdir uşaqlar. Eyni maddə deyil. Orto deyəndə sadəcə olaraq biri 1-də, biri neçədə olur? Burada da biri 1-də, biri 2-də. Ksilol deyəndə necə yazır o? C6, H4, neçədə metil var? 2 dənə. Metilin biri neçənci karbondadır? Onun adı nə oldu? 1, 2, dimetil. Nə deyirlər ona? Benzol. Bəs krizol nədir? Krizol fenolun homologudur. Nəyin homologudur? Fenol necə yazırdı? Fenollar sinifinə aid edir. Fenol deyəndə benzoldan hidrogenin biri qopur. Bir dənə də OH əlavə olunur. Bu maddənin adı nədir uşaqlar? Fenol. Və ya nə turşusu deyirlər buna? Karbol turşusu. Karbol turşusu. Zəif turşuluq xassiyə göstərir. Zəif nə xassiyə göstərir? TX turşuluq xassiyəsi göstərir. Fenolun aqreqat halı bərkdir. Normal şəraitdə bərkdir. Bir fenil və bir hidroksid qrupundan ibarət olan mürəkkəb maddənin adı nədir? Fenol. Və fenolun digər adı nə turşusudur? Karbol turşusu. Fenoldan hidrogenin birini də qopardıram. Əvəzinə bir metil əlavə eləyirəm. Baxın, fenollara aiddir. C6H4, OH. Bir də nə əlavə eləyirəm? Metil. Bu maddənin adı nə olacaq? Krezol. Nə deyirlər buna? Krezol nəyin homologudur? Fenolun neydi? Homologudur və fenoldan neçədə CH2 qrupu qədər fərqlənir? Bir də. Bir də təkrar edirəm uşaqlar, ksilolla krizolu bütün uşaqlar səs alır. Ksilol deyəndə benzolun homologudur. Krizol deyəndə nəyin homologudur? Fenolun neydi? Homologu. İndi krizolu necə yaza bilərik? Nə həlqəsini çəkirik? Ksilolu yox, krizolu yazıram. Yenə də nə həlqəsi çəkirik? Benzol həlqəsi 6 elektronlu nə sistemi yazıram? Pi sistemi. Hidrogenin biri qopub. Baxın, burada yan zənciri qırmızına yazım ki, bax. Hidrogen neçəsi əvəz olunub? Biri, bir də neçəsi? İkisi. Yəni, bura nə əlavə olunub? Hidroksid qrupu. Digər nə əlavə olunub? Metil. Qalan karbonlar orada olduğu kimi qalıb. Baxın, burada karbon, hidrogen əvəz olunub. Burada da karbon, CH, 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 bu da CH. Yəni, benzol C6, H4, hidrogen neçəsi qopdu? İkisi. OH və bir də nə əlavə olundu? Metil. OH olduğuna görə fenoldur. Bir də metil əlavə olunanda krizol. Biri 1-də, biri 2-dədirsə, hansı krizoldur? Ortokrizol. Hansı krizol oldu? Ortokrizol. Krizolda bir də karbon atomu nə hibrid vəziyyətindədir? sp3. 6-da karbon atomu isə sp2-dir. Baxın, bu benzol həlqəsindəki karbonların 6-sı da sp2 hibrid vəziyyətindədir. Bir də təkrar edirəm, evdə gedib həmin hissəyə diqqətlə fikir verin. Ksilol deyəndə, ksilol nəyin homologudur? Benzolun homologudur. Ksilol deyəndə benzoldan hidrogen neçəsi qopub? İkisi də. İkisi qopub neçədə metil əlavə olunub? 2-də. Dimetil benzol deməkdir. Amma krezol sözü deyəndə krezol fenolun oxşarıdır. Fenol deyəndə necə yazırdı? C6, H5 deyildi. Bir də OH var idi. H4 olacaq indi. Hidrogenin biri qopub, bir də nə əlavə olunub? Metil. Baxın,
hidrogenin fenoldan hidrogen C6H5OH idi. Biri çıxıb bir də metil əlavə olunur. Bu fenolun nə idi? Homologu. Fenolun homologu. Homologu. Oxşarı, yəni fenollar sinifinə aiddir. Nə sinifinə aiddir? Bu isə benzolun homologudur. Nəyin homologudur uşaqlar? Bu arenlərə aiddir. Arenlər, yəni aromatik karbohidrogenlərə. Birisi maddə, krizol isə fenollar sinifinə aiddir. Orto deyəndə bir də təkrar edirəm. Biri 1-də, biri 2-də olanda orto vəziyyət, biri 1-də, biri 3-də olanda meta, biri 1-də, biri 4-də olanda para vəziyyət. Aydındır? Para vəziyyət. Hər iki halda 6D karbon nə hibrid vəziyyətindədir? sp2 və 2D yan zəncirdə karbonlar nə hibrid vəziyyətində? sp3. Amma burada isə krizolda yan zəncirdə metil bir dənədir, o bir dənə karbon nə hibrid vəziyyətindədir? sp3, 6 dənəsi. Yenə bu 6D karbon sp2 hibrid vəziyyətindədir. Deməli, krizol, bir də təkrar edirəm, nəyin homologudur? Fenolun. Ksilol isə benzolun nə idi? Homologu, yəni arenlərə aiddir. Cavab oldu Y bəndi. Üçüncü sualı belə uzun çəkməyin səbəbi maddələri bir də anlatmaqdan ötər idi. Üçüncüdə nə yazır? Vinil, asetilin, astilin, vinil, astilin və bir də xlorpren yazıb. Xlorpren. Xlorpren hansı kalsium monomeridir? O maddə sizə yazdırmışam. Rabitə mövzusuna videolar var. Orada xlorpreni bəli yazmışıq. Xlorprenin digər adı 2-xlor butadien. Nə deyirlər ona? Butadien. Dien deyəndə neçədə 2 qat rabitə var? 2-də. Biri 1-dən çıxır, biri də 3-dən. 2 də adı var. Xlorpren və bir də 2-xlor butadien 1-3. Xlorpren kalsium nə idi? Monomeri. Bunların heç birində deməli sp3 hibrid vəziyyətində karbon yoxdur. İndi yazırıq. Vinil xloridi necə yazırıq? Vinil deyəndə bir dənə neçə qat rabitə yazırıq? 2 qat. Vinil xlorid yox, vinil astilin. Astilin deyəndə bir ədəd neçə qat rabitə yazırıq? 3 qat və onları tək qat rabitə ilə birləşdiririk. Vinil. Vinil deyəndə etendən hidrogenin biri qopanda vinil olur. Astilindən də hidrogenin biri çıxıb, astilində 3 qat rabitə var idi. Hidrogenin biri nə ilə əvəz olunur? Vinil ilə əvəz olunur. Baxın, astilin, bu astilinin nə idi uşaqlar? Törəməsidir. Astilin necə yazıldı? 3 qat rabitə. Burada bir atom olmalı idi. Hidrogen atomu olmalıdır. Hidrogen atomu çıxıb, baxın bura çıxıb, əvəzinə nə radikalı gəlib ora? Vinil. Bir də təkrar edirəm, əvəzinə vinil deyəndə 2 qat rabitə H2, bu da H. Etendən hidrogenin biri çıxanda vinil, nə deyirlər buna? Astilin. Vinil budur uşaqlar, bu da astilindir. İndi bu karbon sp2 hibrid vəziyyətindədir. Hibridləşmədə 1P iştirak eləmir. Bu da sp2 hibrid vəziyyətindədir. 3 qata birləşən karbonlar sp-dir. Hibridləşmədə ikisi iştirak eləmir. 2P iştirak eləmir. 2 dənəsini çıxanda sp hibrid vəziyyətindədir. Burada 2 karbon atomu sp2 hibrid vəziyyətində, 2 də karbon atomu sp hibrid nəyindədir? Vəziyyətindədir. sp3 hibrid vəziyyətində karbon nədir? Yoxdur. Vinil astilini hər zaman əzbərdən yazmağı bilməlisiniz. Vinil astilində ümumiyyətlə neçədə pi rabitəsi var? 3-də. Vinildə 1 dənə, astilində də 2 dənə. Digər maddə xlorpren necə yazırıq? Butadien deyəndə 4-də karbon yazırıq, butan. Dien neçənci karbondan çıxır? 1-ci karbondan. Butadien 1-3 deyəndə bir də 3-dən çıxır. Alkanələr aiddir deyənlərə özdə nə olunmuş? Konügə olunmuş alkadendi. İkincidə nə var orada? Xlor. Əsas karbon zəncirinin uzunluğu 4 dənədir. Bu CH2-dir. 1, 2, 3, 4. Buradan nə yazır o? H. Buradan da H2. İndi diqqətlə baxın bu maddənin adı nə oldu? 2-xlor. Butadien. İkincidə xlor var. Baxın ikinci karbonda xlor var. Butadien əsas karbon zəncirinin uzunluğu 4-sə butandan ana atıram dien. Dien neçənci karbondan çıxır? 1-dən, dien 1-ci karbondan çıxır, bir də 3-dən. 2-xlor butadien 1-3-ün başqa adı nə oldu? Xlorpren. 1-ci karbon sp2 hibrid vəziyyətindədir. 2-ci karbon sp2 hibrid vəziyyətində, 3-cü sp2-dir. 4-cü karbon da sp2 hibrid vəziyyət. Burada sp3 hibrid vəziyyətində karbon nədir? Yoxdur. 4-cü sual nə bəndi oldu? Y bəndi. Keçirik 5-ci sual. Hansı sinif birləşmələrin ümumi formulu? 5-ci sual orada çox izaha ehtiyac yoxdur. Hansı sinif birləşmələrinin ümumi formulu CnHn-2-dir? 2 də sinifin ümumi formulu CnHn-2-dir. İnlərin
Burada yazıb alkenlər ola bilməz. Alkenlər hansı formula uyğun gəlir? Sen, H2. Sonra alkindir. Cavab nə bəndi oldu? B bəndi. Siklo alkanların da düsturu necə yazılır? O da sen, H2. Alkanlar sen, H2 plus 2'dir və bir də yazıb benzol homoloqu. Benzol homoloqu deyəndə C bəndində orada əlavə benzol homoloqu deyəndə söhbət arenlərdən gedir. Arenlərin başqa adı aromatik karbodrogenlər və benzolun nə edirlər? Homoloqları. İlk nümayəndəsi benzol olduğuna görə homoloqları CNH2 minus 6 düsturuna uyğun gəlir. M böyük bərabər neçədən başlayır? 6-dan. İlk nümayəndəsi 6, 12-dən də 6 çıxanda 6, C6H6 benzol saf maddədir. Saf necə maddədir? Mürəkkəb, maye halında olan maddədir. İşarə və indekslər vasitəsilə necə yazılışı var? Şərti yazılır. İşarəsi və indeksi var. Saf mürəkkəb maddə. Arenlərin başqa adı nə deyirlər? Benzolun nəyi? Homoloqları. Deməli, minus 2 düsturuna uyğun olan B bəndi oldu burada, alkin. Alkinlər isə en böyük bərabər neçədən başlayır? 2-dən. Alkinlər ilk nümayəndəsi əlavə olaraq nə deyə bilərsiniz? Burada baxın, alkinlər CNH2 minus 2. Mütləq alkinlərdə 2 karbon atomu neçə qata birləşməlidir? 3 qata. 2 karbon atomu 3 qata birləşməlidir və N böyük bərabərdir neçədən başlayır? 2-dən və alkinlərin ilk nümayəndəsi C2, 4-dən də 2 çıxanda H2. Etin və ya nə deyirlər ona? Astilen. İnlərin ilk nümayəndəsi alkinlər və ya asetilen sırası karbohidrogenlər deyirlər. Niyə görə asetilen sırası karbohidrogenlər? Ona görə ki, uşaqlar ilk nümayəndəsi etin və ya astilen. Bu tərkibidir. Bu nə idi? Qrafik quruluşu. Hansı quruluşudur? Quruluş formulu, yəni qrafik quruluşu. Sonra keçirik 6-cı suala. Alkinlərin ümumi formulunu göstərin. Bu da şifahi sualdır. Alkinlərin ümumi formulu CN H2 minus 2 nə bənd oldu orada? Minus 2 Y bəndi. Sonra gedirik 7-ci suala. 7-ci sualda nədir orada? Hansı maddə su ilə reaksiyasından asetilen alınır? 7-ci sualın cavabı D bəndidir. D bəndində kalsium karbid verilib. Kalsium karbid karbidlərə aiddir. Su belə yazmaq olar. HOH-la reaksiyası və yaxud da H2O yaza bilərsiniz. Bu reaksiya nədir? Hidroliz adlanır. Hidroliz. Kalsiumdan OH birləşir. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Gələvi və plus karbonla hidrogen birləşib C2H2. Etin və ya nə alınır burada? Astilen. Deyir orada hansı maddənin su ilə reaksiyasına astilen alınır? Cavab nə bəndi oldu? D bəndi. D bəndi kalsium karbid su ilə reaksiya girəndə astilen verir. Bu mötərizənin kənarındakı 2 oksigenə aiddir. Oksigen 2 də bura bir neçə yazır? 2. Hidrogen bir dənə burada, bir də burada. 2'yi vurduq 2'yə. 4, 2 dənə burada, 2 də burada, 4 dənə. Karbon 2 dənə, burada da 2 də. Sol hara bərabərdir sağa? Sizə hər dəfə xatırladıram, kalsium karbidin açılışını hamınız bilməlisiniz. Rabitə dərsində də var, hər dəfə deyirəm. Kalsium valenti 2'dir. Dərəcəsi neçə 2'dir? Müsbət 2. Karbon, karbon. Aralarında neçə qat rabitə var idi? 3 qat. 1, 2, 3, 4. Karbonun valenti 4. Amma bu 2'də elektronun birini bu karbona verib, birində bu. Kalsium karbiddə valent 4 olsa da dərəcə neçə 1'dir? Mənfi 1. Kalsium karbid. Əzbərdən bilməlisiniz. Kalsium karbid. Karbidlərə aiddir və aqreqat halı necədir? Bərk. Və hidroliz zamanı orada nə elektron verən var, nə də alan. A bəndində burada yazıb kalsium uşaqlar. Kalsium suyla reaksiya girir. A bəndində kalsium aktiv metaldır. Gələvi torpaq metallar su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə reaksiya girir. Gələvi əmələ gəlir. Aktiv metalların hidroksidlərinə gələvi plus ən yüngül qaz nə qazı çıxır? Hidrogen. Aktiv metalların su ilə reaksiyası əvəz nə reaksiyasıdır? Olunma. Baxın, su belə yazsam daha aydın görürsünüz. Kalsiumla OH birləşir. Kalsium hidroksid. Aktiv metalların hidroksidləri gələvi plus nə qazı çıxır burada? Hidrogen. Oksigen 2-dəndir. Bura bir 2 yazdıq. Hidrogen 1, burada da 2. Vur 2'yə 4. 2 də hidrogen burada, 2 də burada. Sol hara bərabərdir? Sağa. Həm gələvi, həm də hidrogenin hər ikisi harda alınmasıdır? Laboratoriyada alınmasıdır. B bəndində etil spirti yazıb. C2H5OH etanol etil spirtinin su ilə reaksiyası yoxdur. Spirt suda həll olur. Bunun adı nə oldu? Etanol və ya etil spirti. Suda həll olur, amma onun su ilə reaksiyası nədir? Yoxdur. Reaksiya girmir. Suda həll olub neçə cinsli qarşılıq əmələ gətirir? Bir cinsli. Spirti istənilən qədər suda həll eləmək mümkündür.
Sonra C2H4 yazıb orada C bəndində reaksiyalara baxın. C2H4 nədir uşaqlar? Eten və ya etilenin su ilə reaksiyası var. Nədə gedir bu reaksiya? Temperatur, təzyiq və katalizator. Hidrogen birləşəcək bura. Burada nə qaydası yoxdur? Markovnikov qaydası yoxdur. Tamam izahını yazsam. Baxın, iki qat rabitə var. İstəyirəm daha yaxşı başa düşəsiniz. Pi qırıldı, biri birinci karbona birləşir. Biri də ikinci. Sunan reaksiyasının mexanizmi iyondur, amma Markovnikov qaydası yoxdur. Ona görə ki, bu simmetrik alkendir. Burada 2 də hidrogen var. Burada da 2 dənə. Hidrogen birinə birləşir. OH da birinə birləşir. Temperatur, təzyiq katalizatorda. Olur CH3, dəqqat rabitə CH2, OH. Bir atomlu, OH bir dənədirsə neçə atomludur? Bir atomlu birli spirt verir. OH-ın birləşdiyi karbonun bir karbonla əlaqəsi varsa birli spirt. Etanol, etil spirti və ya nə spirti? Çaxır spirti. Bir atomlu birli spirtlərin ilkidir. Bu spirtin sənayedə alınma üsullarından biridir. Baxın, eten və ya etilen hidratlaşanda spirt əmələ gəlir. Maddənin tərkibinə suyun birləşməsinə nə deyilir? Hidratlaşma. Nə deyilir? Hidratlaşma. Və bu zaman bu reaksiya temperatur, təzyiq katalizatorda gedir. Baxın, belə açıq yazmasam nə yazacağam? C2, H5-i bir də hidrogen birləşdi. 4 idi, bir də hidrogen birləşdi. 5, bir də OH. Etanol, etil spirti və ya çaxır spirti. Harda alınma üsullarından biridir? Sənayedə alınma üsullarından biridir. Sonra metanın su ilə reaksiyası. Metanın su buxarı ilə reaksiyasından nə qaz alınırdı? Alkanlar dərsində var idi. Metan, şaxta və ya bataqlıq qazı, bəli, su buxarı ilə reaksiyası temperatur və katalizatorda gedir. Hətta deyirdiniz 800, 900 dərəcə Celsidə nikel katalizatorun iştirakı ilə gedir. Nə verirdi burada? CO plus hidrogen. Nə qazı deyirlər buna ikisini bir yerdə? İkisini bir yerdə sintez qazı deyirlər. Sintez qazı. Bu reaksiya hidrogen dərsində də var, karbon bölməsində var. Bu hidrogenin harda alınma üsullarından biridir. Sənayedə alınma üsullarından biridir. Yəni bu qazın sənayedə alınma üsullarından biridir. Baxın, əmsallaşdıranda 4, bir dənə burada, bir dənə burada. 6 da hidrogen var. 2-yə böləndə 3, karbon bir dənə, oksigen bir dənə, burada da bir dənə. Sol hara bərabərdir? Sağa bərabərdir. 7-nin cavabı D bəndidir. Digər reaksiyalarında analizim verdim. Sonra 8-ə gəlirik. 8-də nədir? Kalsium karbid hansı maddə ilə qarşılıqlı təsirindən asetilin alınır? Elə həmin reaksiyadır. Kalsium karbiddən nə vaxt asetilin almaq olar? Su ilə reaksiyasından. Hansı maddə ilə qarşılıqlı təsiri? Su, C bəndində su yazıb. Yəni orada yazıb su ilə qarşılıqlı təsirindən. Kalsium nə çıxır burada? Hidroksid. Aktiv metalların hidroksidlərinə nələrdir? Qələvi və asetilin əmələ gəlir. C2H2. Etin və ya asetilin. Oksigen 2 dənə, burada 1 dənədir. Bura 1, 2. Hidrogen 2 vurdu 2'ye 4. 2 dənə burada, 2 dənə burada. Bu reaksiyada nə elektron verən var, nə də alan var. Oksigen burada mənfi 2-dən mənfi 2-yə gəldi. Karbon mənfi 1-dən, burada da mənfi 1-ə gəlir. Sizə demişdim ki, bax 3 qata bitişən karbon hidrogenden bir də elektron alır, mənfi 1. Bu da hidrogen verir, bu da bir də alır, mənfi 1. Valent 4 olsa da burada karbonun dərəcəsi neçə 1-dir? Mənfi 1. Baxın 4 valent var, amma dərəcə mənfi 1-dir. Ona görə ki, hidrogen elektronu verir, karbon isə alır. Burada nə elektron verən var, nə də alan var. Ümumiyyətlə, kalsium karbidin su ilə reaksiyasına nə deyilir? Az əvvəl yazım, hidroliz deyilir. Hidroliz oksidləşmə reduksiya reaksiyasına aid deyil. Asetilini bu yolla laboratoriyada almaq olar. Sonra növbəti sual. 8-in cavabı C oldu. 9-cu suala baxaq. 9-da uşaqla qrafik verilib. Qrafikdə yazıb alkin. Karbohidrogen yazıb alkin. Molekulunda hidrogen atomunun sayı yazıb. Hidrogen atomunun sayı. Atom deyəndə hara fikir verirlər? İndeksə. Və hidrogen atomunun sayı yazıb 2, vurmaq, mötərizə açıb N plus 1 minus 2. Və bizə deyir ki, nə edir da? Molekulunda karbon atomunun sayını tap. Karbon atomu. Elə karbon atomunun sayı deyəndə uşaqlar, karbon atomunun sayı, hidrogen bu qədərdirsə, karbon atomunun sayı nə qədərdir? N plus neçədir? 1. Əgər burada hidrogen atomunu belə bir şəkildə yazıbsa, onda biz alkini X-na yaza bilərik.
Baxın, burada alkindir, karbon atomunun sayını tap. Karbon neyinə işarə edir? X-la. Alkinlərdə karbon X-dırsa, hidrogen onun neçə mislindən? 2 mislindən neçə vahid azdır? 2 vahid azdır. İndi burada baxın, X-in yerinə nə deyən uşaqlar? Baxın, belə yazsam, karbonun sayı X-dir, hidrogen onun 2 mislindən 2 vahid azdır. Hidrogen yazıb 2 vurmaq, M plus 1 minus 2. Baxın, minus 2 budur. X-in yerinə nə deyənib burada? M plus 1. Onda karbonun sayı M plus 1'dir. Hidrogen də onun neçə mislindən? 2 mislindən neçə vahid azdır? 2 vahid azdır. Karbon atomunun sayı nə qədər oldu? M plus 1. Aydın oldu ya, bir də izah edeyim. 10-cu sualda, deməli bu sualın cavabı nə oldu? 9-un cavabı oldu D bəndi. Sonra keçirik 10-cu sual uşaqlar. 10-cu sualda deyir, hansı maddə CnH2-2 formuluna uyğundur? Minus 2 formuluna uyğun olan maddə, burada baxırıq, karbon sayı neçə olmalıdır? Benzol ola bilməz, metan alkandır, C3H8 propan bənddə verilib. C bəndidir uşaqlar. C3, 3-dürsə bu, 3-ün 2 misli, 6-dan da 2 çıxanda 4 elədir. Bu maddənin adı nə oldu? Propin. Alkinlərə aiddir. Nələr aiddir? Alkinlərə. A bəndində orada nə yazmışdı? A bəndindəki maddə C3H6-dır, ola bilməz. Hansı düstura uyğun gəlir? C-in, H2-in 3, 3-ün 2 misli neçə eləyir? 6. Sonra B bəndində və bir də Y bəndində. B-də metan yazıb, Y bəndində propan yazıb, C3H8. Bunlar ikisi də alkandır. Alkanların ümumi formulu CnH2 plus 2-dir. Yəni alkanların ümumi formulu. Bir də benzoldakı arenlərə aiddir. Benzolu necə yazırlar? C6H6. Arenlərin neçənci nümayəndəsi ilkdir. İlk nümayəndəsidir. N böyük bərabərdir 6. Karbon 6. Hidrogen onun düsturu belədir. CnH2 minus 6. 6 yazanda bura 6'ın 2 misli 12'dən də 6 çıxanda 6. Benzol. Nə deyirlər ona? Benzol. Aromatik karbohidrogenlərin birinci nümayəndəsi və normal şəraitdə benzol nə halındadır? Uşaqlar, maye halındadır. Suda həll olmayan mayedir. Heç bir karbohidrogen suda həll olmur. Nə doymuş, nə də doymamış. Nə qaz, nə maye, nə bərk halında karbohidrogenlərin heç biri suda neynir? Həll olmur. Keçdik növbəti 11-ci suala. 11-ci sualda deyir ki, butadien 1,3-ün sinif arası izomerin deyin. Deməli, alka diyenlərlə, uşaqlar, diyenlərlə, DN və alkinlər ümumi formulu eynidir. Diyen karbohidrogenlərdə 2 ədəd 2 qat rabitə var. İnlərdə isə 1 ədəd neçə qat rabitə var? 3 qat. Burada neçədə pi var 3 qatda? 2 dənə. 2 dənə 2 qatın hərəsində 1 pi var. Cəmləyəndə neçə pi var? 2 pi. Bunlar alkadiyenlərlə alkinlər nə arası izomerdir? Sinif arası nədir? İzomerdir. İndi bizə deyir ki, butadien deyəndə 4 də karbon var və DN deyirsə, DN-in biri 1-dən, biri 3-dən çıxır. Butadienin 1,3 başqa adı nədir? Divinil. Nə deyirlər ona? Divinilin sinif arası izomeri nə ola bilər? Butadien 1,3-ün DN-ə baxan kimi sinif arası izomeri in ola bilər. Nə ola bilər onun? Alkin ola bilər və o elə bir alkin olmalıdır ki, orada neçədə karbon olmalıdır? 4 dənə. Butadien 1,3-ü biz necə yazırıq? Alkadiyenlərin üstü necə idi? CnH2 minus 2-dir. Butadien sözündə N-in qiyməti neçədir? 4. 8-dən 2 çıxanda 6. Bu qaz halındadır və yazanda butadieni 4də karbon yazırıq. DN deyəndə 2 qatın biri 1-dən çıxıb 2-yə daxil olur. Biri 3-dən çıxıb 4-ə daxil olur. H2, 1, 2, 3, H. H, bu da nə oldu? H2. Konjüge olunmuş, konjüge sözünün mənası nədir? Qoşulmuş alka nələrə aiddir? DN-lərə. Qoşulmuş alka nədir bu? DN. Birinci karbon. Baxın, alkadiyenlərlə alkin yazmalıyıq. Nə arası izomerdir? Sinif arası nədir orada? İzomer. Sinif arası izomer. Onlar izomer olmaq üçün tərkibləri eyni olmalıdır, amma quruluşları fərqlidir. Cavab nə bəndidir? A bəndi. A bəndində butin yazıb. Butin 3 qat rabitə birinci karbondan çıxır. Butinlə butadien 1,3 sinif arası nədir? İzomerdir. Ona görə ki,
Burada hidrogeni yazmaya ehtiyac yoxdur. Metilin, burada da CH3. Karbon 4-dür. Hidrogen onun neçə mislindən? 2 mislindən 2 vahid azdır. Ona görə ki, alkinlərin ümumi formulu necə oldu uşaqlar? CNH2-2. Burada da karbonun sayı 4-dür, hidrogen 6. Tərkibinə baxın, C4H6. Bunun da tərkibi, butadienin də tərkibi, bu diendir. Bu da C4H6. Butadien neçədir bu? 1, 3 və ya divinil, vinil. Başında bir də vinil yazmış, o birləşdirmiş. O konjüge olmuş alkadenlərin birincisidir. Alkadenlərin yox uşaqlar, konjüge olmuş alkadenlərin neçəncisidir? İlkidir. Qoşulmuş. 2 də 2 qat rabitə, bir də təkrar edirəm. Bir-birinə bir də tək qatla birləşirsə, bu nə olunmuş alkadendir? Konjüge olunmuş alkadenlərin ilkidir. Butadien 1,3 ilə, butin neçədir bu? Butin indi bu. İn neçənci karbondan çıxır? Birincidən. Nə arası izomerdir? Sinif arası izomer. Tərkibi eynidir. C4H6 bu maddədir. Butin 1. Butadien 1,3-də C4H6-dır. Tərkibi eyni olub. Emerləri nə olan? Bərabər olan. Lakin quruluşları fərqlidir. Nələri fərqlidir uşaqlar? Burada 2 qatın biri 1-dən çıxır, biri 3-dən. Amma burada isə 1-dən 3 qat neçənci karbondan çıxır? Birincidən. Fərqli olan maddə izomerlər, hadisə isə izomerlik hadisəsi deyilir. İzomerlik nə arasında yaranıb burada? Sinif arası nədir? İzomer. Cavab nə bəndi oldu? A bəndi. B bəndini götürə bilmərik. B bəndində alkendir uşaqlar. B bəndin 11-ci sualın cavabı A bəndi oldu. B bəndini izah etməkdən ötürü yazıram. Baxın, birinci karbon. 2, 3, bu da 4. Nə yazırıq bura? H2, H2, bu da H3. Nədir uşaqlar bu? Buten, neçədir bu? 1. Buten 1 hansı düstura uyğun gəlir? Sen, H2, alkendir. Onun tərkibi C4H8 və bizim maddəmiz necə idi? C4H6. Yəni tərkibi eyni nədir? Deyil. Həm də N'lərlə inlər və ya D-lər sinif arası izomer niyə bilməz? Ola bilməz. Sonra C bəndində in verilmişdi, amma 5 karbondur. Alkinlərə aiddir C bəndindəki maddə. Amma burada karbon birincidən çıxır. 3 qat, 2, 3, 4, bu da 5. Birinci karbon 2, 3, 4, 5. H, H2, H2, bu da H3. Bunun adı nə oldu? Pentin. Neçədir bu? 1. Pentin 1. Propil astlin. Nə astlin oldu bu? Propil. Nə deyirlər ona? Propil. Bu propildir və maddə asetilen. Nə deyirlər ona? Propil astlin. Propil radikalı bilirsiniz də nədir? Propandan. Baxın, birli karbondan hidrogenin biri qopanda propil astlin. Alkinlərin bu beynəlxalq adıdır. Bu da necə adıdır? Səmərəli adı. Bir maddə necə beynəlxalq adı, ikinci adı necə adlandırma? Səmərəli adlandırmaya görə astlinin nəyi kimi baxır o? Törəməsi kimi baxır o. Bunun tərkibində 5 karbon var. Hidrogen onun neçə mislindən? 2 mislindən 2 vahid azdırsa 8-dən maye halındadır. Pentin 1 nə halındadır? Maye halındadır. Və D bəndində yenə də alkin yazıb, amma bu alkini niyə görə götürmürük? Ona görə ki, burada 3 dənə karbon var. Birinci, ikinci, üçüncü. H, bu da H3. Propindir uşaqlar. Propin. İn və səmərəli adlandırmaya görə astlinin nəyi kimi baxsam? Törəməsi kimi. Astlinə hidrogenin biri çıxır. Baxın, astlin alkinlərin homoloji sırasının ilk nümayəndəsidir. Etin və ya astlindəki hidrogenin biri metil ilə əvəz olunub. Astlindəki hidrogenin biri metil ilə əvəz olunubsa, digər adı nədir bunun? Metil asetilen. Nə deyirlər ona? Metil asetilen. 2 də adı var. Propin və ya metil astlin. Tərkibi C3H4-dür. Ona görə ki, karbon 3-dür. 3-ün 2 misli 6-dan 2 çıxanda 4 qaz halındadır. Sonra Y bəndində də uşaqlar, Y bəndində elə divinilin özü yazıb. Yəni bizə divinilin özü yox, nə arası izomer lazım idi? Sinif arası. Divinil deyəndə nətər yazırıq? Deyəndə necə yazırıq uşaqlar? Vinil 1, 2 vinil və bir də yenə də vinil. 3, bu da 4. 2 də 2 qat rabitə bir dənə tək qatla birləşibsə vinil. Bu da vinil. Etendən hidrogenin biri qopdu. Vinil radikalı. Eten CH2, CH2 idi. Hidrogen qopandan sonra CH qaldı. 2 dənə vinili birləşdirəndə D
Vinil və divinilin başqa adı butadien 1, 3. Hansı kalçukun monomeridir? Sintetik kalçukun monomeridir. Yəni polimerləşəndə kalçuk əmələ gəlir. Pi rabitəsi, bu da pidir. 4 dənə karbon var, 4'ü də sp2 hibrid vəziyyətindədir. Şaxəsiz alka nədir bu? Diyen. Şaxə yoxdur. Birli, ikili, bu da birli. Növbəti sual 12-ci sualdır. 12-ci sualda deyir ki, pentadien. Dien deyəndə neçədə 2 qat olmalıdır? 2 dənə. 1, 3. 1, 3-dürsə bu da nə olunmuşdur? Konügə olunmuşdur. 5 dənə karbondur. 2 qat birinci karbondan çıxır. Sonra tək qat rabitə 2 qat neçənci karbondan çıxır? 3-dən. Bu 4. Sonra bu da 5-ci karbon. 2 dənə 2 qata baxın. Bu 2 qatın biri budur. Aralarında bir də neçə qat rabitə var? Tək qat. Konügə olunmuş alka nələr aiddir? Diyenlərə. H2, H. Burada bir H yazıram. 1, 2, 3, H. Valentin biri yoxdur, H3. İndi bu alkadiyenlərin, bu maddənin bir sinif arası izomeri. Sinif arası izomeri diyenlərlə inlər, yəni alkinlər nə arası izomerdir? Sinif arası izomer ola bilər. Sinif arası izomer. Nə vaxt da sinif arası izomer olur? Karbonun nəyə bərabər olanda sayı? Bax, karbonun sayı bərabər olmalıdır. İndi bu maddənin tərkibi necədir uşaqlar? 5 dənə karbon, hidrogen 8 dənə olacaq. Düzdürü bilirsiniz də, 5-in 2 misli 10-dan 2 çıxanda 8. Şaxəsiz doymamış karbon nədir? Hidrogen. Və bunun sinif arası izomeri nə ola bilər? İn olmalıdır. İn olan bənd C-dədir, bir də burada D bəndindədir. C-də 4 də karbon var. 4-də karbonu olan inlərlə bu izomer ola bilməz. Burada karbon 5 dənədir. O zaman cavab D bəndidir. D bəndində 5 dənə karbon yazıb. 3 qat birinci karbondan çıxır. 1, 2, 3, 4. Baxın 4. Bir də 5. Və bu butin, pentin. Neçədir uşaqlar? Pentin. İn şəkilçisi. Neçəncidən çıxır? Birincidən. Pentin biri 5'dir. Düzdür. İnlərin ümumi formunu yazaq. Alkinlərin ümumi formulu karbon, N, hidrogen 10, 2 mislinə 2 vahid az. 5. Burada da 5'in 2 misli 10'dan 2 çıxanda 8. Baxın, bununla pentin 1 ilə pentadien 1 üçün tərkibi eynidir. Tərkibləri nədir? Eynidir. Lakin quruluşları nədir? Fərqli. Burada 3 qat rabitə 1-dən çıxır. 3 qat deyirəm, 2 qat. Biri 1-dən çıxır, biri 3-dən. Amma pentin 1-də isə 1 ədəd 3 qat rabitə var. Tərkibləri eyni olub, emirləri bərabər olan, lakin quruluşları fərqli olan maddələr izomerlərdir. Bu nə arası izomerdir? Sinif arası izomer. A bəndində 2 qat rabitə var. Butin 1 yazıb götürmək olmaz. B bəndində yenə də penten 1 yazıb götürmək olmaz. Yəni istəyirsiniz yazaq A bəndi. A bəndində belə bir maddədir. CH2, CH2, bir də CH3. Nömrələyəndə 1, 2, 3, 4. Adı nə oldu uşaqlar? Buten 1. Alkendir. Yəni tərkibin yazanda C4, H8 qazanındadır. B bəndində penten 1 yazıb. 2 qat rabitə, 5 karbondur burada. 5 karbon deyəndə 1, 2, 3, 4, 5. Adı nə oldu bunun? Penten N. Neçənci karbondan çıxır? Birincidən. Yenə də tərkibi C5, H10 oldu. Maye halındadır. Bunlar izomer neyə bilməz? Ola bilməz. Və C bəndində in yazsa da, yəni butin 1'dir. C bəndində 3 qat rabitə olsa da, burada nə yazıb uşaqlar? Butin 1. Butin 1 ola bilməz. Ona görə ki, burada karbon 4 dənədir. Butin indir bu. In 3 qat rabitə birinci karbondan çıxır. Karbon 4'dədir. Hidrogen 8'dən 2 çıxanda 6. Bu da qazanındadır. Amma bizdə karbon 5 dənə olmalıdır. Cavab nə bənd oldu? D bəndi. Y bəndi niyə görə götürmürük? Y bəndində alkadiyendir. Alkadiyenin özüdür. Y bəndindəki maddə sinif daxili izomeridir. Nə daxili izomer? 5 dənə karbonda, baxın, karbon atomu 5 dənə yazıb. Amma 2 qatın biri 1'dən çıxıb. 5 də karbon atomu yazıb. 2 qatın biri 1'dən çıxıb, biri də 4'dən. 3,
Baxın 1, 2, 3, 4, 5. H2, H, CH2, H2. Buradan da bir də H yazırıq. Neçədə 2 qat rabitə görürsünüz uşaqlar? 2-də 2 qat rabitə və 2 qatın arasında 2-də də tək qat rabitə görürsünüz. Bu izolə olunmuş alkadendir. İzolə. İzolə sözünün mənası təcrid olunmuş alkaden. Bu Y bəndində maddə alkadendir. Baxın alkaden. Neçədə 2 qat rabitə var? 2-də. Amma bu 2 qat rabitə bir-biri ilə 2 tək qat rabitə vasitəsilə ayrılır. 2 qat rabitənin biri, bu da 2 qat rabitənin ikincisi. Bir-biri ilə neçədə tək qatla ayrılır? 2-də. 2 qat rabitələr bir-birindən 2 və daha artıq tək qat rabitə ilə ayrılan alkadenlər izolə olunmuş alka nələrdir deyənlərdir. İzolə sözünün mənası izolyasiya, təcrid olunmuş. Nə olunmuş? Təcrid olunub, yəni çox ayrıdılar. 2 dənə 2 qatın arasında 2-dən artıq tək qat rabitə varsa təcrid olunmuş alkadenlərdir. Həmin bu alkadeni, baxın bir də yazıram. 5 dənə karbonu var idi. 2 qat 1-dən çıxır. Bunu qırmızı ilə yazsam daha rahat başa. Baxın tək qat rabitə, yenə tək qat rabitə. Neçədə karbon var burada? 1, 2, 3, 4, 5. İndi 2 qat rabitələrin arasında neçədə tək qat rabitə görürsən? 2 dənə. Qırmızı rəngdə çəkdiyim, baxın, tək qat rabitənin biri buradadır. Biri də burada. 2 dənə 2 qat rabitə, biri burada, biri burada. Bir-birindən 2 və daha artıq tək qat rabitə ilə ayrılırsa izolə olunmuş alka nələr aiddir? Alka deyənlər aiddir. İzolə olunmuş alkadenlərin elə ilkidir bu. Nə idi uşaqlar? İlki pentaden, ilk nümayəndəsi pentaden 1, 4-dür. Yəni 1-dən çıxır, bir də neçədən çıxır? 4-dən. İlk nümayəndəsidir bu. İzolə olunmuş alkadenlər en böyük bərabərdir 5-dən başlayır. Nədən başlayır? Alkaden 5-dən başlamır, izolələr 5-dən başlayır. Alkaden başlayır en böyük bərabərdir 3-dən, kumulə ilə. Amma bu isə izolə olunmuş alkadendir. İzolə olunmuş, yəni 2 qat rabitə bir-birindən 2-dən artıq tək qatla ayrılır. Baxın, bu qırmızı rəngdə çəkdiyim tək qatdır. Onlarda tək qat rabitə 2-dən çox ola bilər. Ən azı neçədə 2 qat tək qat olmalıdır? 2 dənə. H neçə oldu burada? 2. Burada da H2, bura H, burada H. Ortada nə yazırıq? Ortada da yazırıq uşaqlar CH2. Valentlik qanununa əsaslan. Bu maddənin adı nə oldu? Pentaden. Neçədən çıxır burada? 1-dən və bir də 4-dən. Bu izolə olunmuş. İzolə sözünün mənası təcrid olunmuş alkanələrin, deyənlərin ilk nə idi? Nümayəndəsi və onların ilk nümayəndəsi en böyük bərabərdir. Neçədən başlayır? 5-dən. İndi bu karbohidrogenin ümumi formulu C5H8-dir. Bununla, yəni indi yazdığım pentaden 1-4-lə, pentaden 1-3 nə daxili izomerdir? Sinif daxili. Nə izomeridir onlar? Vəziyyət. Hansı vəziyyətə görə? 2 qat rabitənin vəziyyətinə görə. Baxın, bizdə sual nədir? Sinif daxili soruşmur. Nə arası izomer soruşur? Sinif arası izomeri inlərdir. Biz tapmışıq ki, 12-ci sualın cavabı nə bəndidir? D bəndi. O sualın cavabını tapdıq ki, biz pentin neçədir o? 1. Amma mən sizə əlavə izah göstərmək istəyirəm ki, bu Y bəndindəki maddə isə həmin o yazdığım pentaden 1-4 var. Və bizim maddəmiz nədir? Verilən maddə nədir? Pentaden 1-3. Burada 1-dən çıxır, burada həm 4-dən çıxır. Burada isə 2 qat rabitə 1-dən çıxır, bir də 3-dən. Bu nə daxili izomerdir? Sinif daxili nə izomeridir? Vəziyyət. Nə izomeridir bunlar? Vəziyyət izomeri. Yəni 2 qat rabitənin vəziyyətinə görə dəyişilir. Bu maddə 1-4 isə nə olunmuşdur? İzolə olunmuş. Təcrid olunmuş. Və burada 1-lə, biri 1-dən çıxır, biri də 3-dən. Bu nə etdi bə? Qoşulmuşun adı nədir? Konüge olunmuş. Nə olunmuş deyirlər? Konüge. Konüge sözünün mənası nə deməkdir? Qoşulmuş alka nələr aiddir deyənlərə. Yəni bir də göstərirəm. Baxın, 2 qat rabitə, tək qat rabitə, 2 qat. Bu nə oldu uşaqlar? Qoşulmuş. 5 də karbon var. 1, 2, 3, 4, 5. 2 qat neçənci karbondan? 1-dən, bir də 3-dən. Nə oldu mənim balam? Pentaden.
DN. Neçədə olur? 1-də və 1-də 3-də. Bu oldu qoşulmuş. Bəs indi az əvvəl yazdığım necə idi? 2 qat 1-dən çıxdı. Burada 2 dənə tək qat var. Bir də neçədən? 3, bir də 4. Baxın, 2 dənə 2 qatın arasında 2-dən artıq tək qat var. Görürsən? Bu maddənin adı nə oldu? Pentadien 1, 4. Bu oldu konüge. Bu nə oldu? Konüge. Bu isə nədir? 2-də 2 tək qat olduğuna görə izolə. Nə deyirlər ona? İzolə olunmuş alka nədir? Din. Bunlar ikisi də nə izomeridir? Vəziyyət. Quruluş izomeridir, yoxsa vəziyyət? Quruluş bilsən nədir? Burada şaxə yoxdur ki. Şaxə olanda uşaqlar hansı izomer olur? Quruluş. Amma indi şaxə yoxdur. Nə izomeridir? Vəziyyət, yəni 2 qatın vəziyyətinə görə. Hidrogenləri yazmıram. Artıq bilirsiniz, burada 2 də hidrogendir. Valentli ilə özünüz yaza bilərsiniz. Keçirik 13-cü suala. Neçənci sual? Bu nə daxili izomer oldu? Bir də təkrar edim. Sinif daxili izomer, özdə hansı izomer? Vəziyyət. 13-də nə yazıb uşaqlar? 13-də yazıb ki, burada 13-də belə bir maddə yazıb. Deyir, hansı sinif aiddir? Bir də 2 qat rabitə varsa, sinif hansı sinifdə? Alken. Sözlə yazmalıydı. 1. 2-də nə yazıb? Bir dənə 3 qat rabitə varsa, bu nə oldu? Alkin. İkinci sinif nə oldu uşaqlar? Alkin. Və 3-də burada nə yazıb? 3-də yazıb karbon. 2 qat rabitə, yenə tək qat rabitə, karbon 2 qat rabitə. Alka nədir bu? Alka din özdə nə olunmuş? Konüge olunmuş. Konüge sözünün mənası 2-də 2 qatın arasında bir dənə tək qat rabitə varsa qoşulmuş. Neyini bu? 2-də 2 qat rabitə, bir də tək qat rabitə ilə qoşulub. Ona deyirlər konüge olunmuş alkaden. Konüge və ya qoşulmuş alkaden. Konüge sözünün mənası başqa adı nədir? Qoşulmuş alkadendir. Cavab nə bənd oldu? 1. Birin aşağı hissəsində alken yazmaq lazımdır. İkinci maddə alkin sözün yazırlar və üçüncü maddədə də nə sözün yazırlar? Alkaden. Alkadenlərə aiddir. Bir alkin, alken, in, alkadenlər. B bəndi. 13-cü sualın cavabı B bəndi. 14. 14-cü sualda nədir uşaqlar? 1 mol astilin. Astilin necə yazır o? C2, H2, 1 mol. Heç nə yazılmayıbsa 1 mol. Açıq şəkildə 2 dənə karbon atomu arasında bir dənə 3 qat rabitə, H, burada da H. Neçə moldur bu? 1 mol astilin. 1 mol hidrogen birləşdirir. Baxın, 1 mola 1 mol birləşdirir. Hidrogenləşmə temperatur və nədə gedir? Katalizatorda P-nin biri qırılır. Hidrogen biri 1-ə, biri də 2-yə. Bir dənə hidrogen birləşəndə nə olacaq burada? CH neçə? 2 qat rabitə. Biri də bura birləşəndə bu da olur CH2. Eten. Bu maddənin adı nə oldu? Eten və ya nə deyirlər? Etilen alkenlərə aiddir. Və yaxud belə ifadə yaza bilərik. Hidrogeni birləşdirir temperatur və katalizatorda C2H4. Eten və ya nə deyirlər? Alkenlərin neçənci nümayəndəsidir? Birincidir. P-nin neçəsi qırılır? Biri. Yəni bir dənə P-ni doydurmaq üçün 1 mol hidrogen lazımdır. Qarşısında heç nə yazılmayıbsa neçə moldur? Biri yazmırlar. Mən sizə xətti çəkdim ki 1 mol. Bəs 2-dən P-ni doydurmaq üçün neçə mol lazımdır? 2 mol. Etin alkinlərin homoloji sırasının neçənci nümayəndəsidir uşaqlar? Etin alkinlərin homoloji sırasının neçənci nümayəndəsidir? İlk nə idi? Nümayəndəsi 1, 2 və bunu 1 mol hidrogenlə reaksiya yaparsan, temperatur və bir də təkrar edirəm katalizatorda P-nin neçəsi qırılır? 1 molda neçədə atom var? Atom deyəndə hara fikir verilir indeksi? Hidrogenin biri 1-ə, biri 2-yə birləşəndə olacaq CH idi, bir də birləşdi CH2. 2 qat rabitə, yenə də CH2. Nömrələyəndə 1, bu da 2. Eten, N-dir bu. Beynəlxalq adı və tarixi adı nə deyirlər? Etilen. Alkenlərin sonu N, tarixi adı isə ilin şəkilçisindən bitir. Cavab oldu eten və ya etilen D bəndi. Etilen yazıb, tarixi adını yazıb. Sonra keçirik 15-ci suala. 15-ci sualda deyir ki, 1 mol astilen, indi yenə də astilendir. Astilində neçə qat rabitə var? 3 qat, C2H2 yazır o, 1 moldur. 2 mol hidrogenləşib. 2 mol hidrogen neçə atom deməkdir uşaqlar? 4 də atom. 2-ni 2-yə vuranda 4-dür. P-nin neçəsi də qırılır? İkisi də. Əgər burada 2 dənə P-ni doydurmaq istəyirsə, ikisini də tam hidrogenləşdirmək istəyirsə,
P'nin sayı qədər hidrogen lazımdır. Hidrogenin molunu götürürük. 2 mol. Hidrogen 4 dənədir. İkisi bura birləşəcək, ikisi də bura. Olur CH neçə? CH idi. 2 də gələndə CH3 tək rabitə. Bu da CH3. Etan alkanların homoloji sırasının neçənci nümayəndəsidir? İkinci nümayəndəsidir. P'nin neçəsi də qırılır? İkisi də. Etanda bu karbon neçəlidir? Birli. Bu karbon neçəlidir? Şala birli. 2 də karbon var, ikisi də birlidir. Etan deyəndə bir də təkrar edirik. Pi neçədədir? Burada etində 2 dənə. 2 dənə pini alkana çevirmək üçün 2 mol hidrogen lazımdır. Hidrogenləşmə temperaturu və katalizatorda pi qırıldı. Biri bura, biri bura. Bu pi də qırıldı. Biri bura, biri bura. 2 dənə bu karbona birləşir, ikisi də bura. Olur CH3 tək rabitə CH3 etan C2H6. Etan A bəndi. Sonra keçirik 16-cı suala. 16-cı sualda nədir uşaqlar? 16-da cədvəl çəkib alkin yazıb. Alkinin ümumi formu necədir? CNH2- və alkində karbon atomun sayı verilib. Karbon atom. Atomun sayı. Atom sayı deyəndə hara fikir verir? İndeksə atom sayı verib orada nə qədər? N-1 və sonra da deyir ki, hidrogen atomunu müəyyən elə. Hidrogen atomu. Alkində karbon əgər N-1-dirsə, hidrogen onun neçə mislindən? 2 mislindən. 2 misil deyəndə M-1-i 2-yə vururuq. Neçə vahid azdır? 2 vahid azdır. Karbonun sayı neçədirsə, hidrogen onun neçə mislindən? 2 mislindən neçə vahid az oldu? 2 vahid. İndi hidrogenin sayı deyəndə gəl bura. Neçəyə nə oldu? 2N -2, orada da -2, o da bərabərdir 2N minus neçə oldu? 4. Yəni karbonun baxın yerinə yazdıq. M-1. Hidrogen onun 2 mislindən 2 vahid az. Vurub açanda 2N, bu da buna vuranda -2, yenə də minus bu 2-ni yazıram, baxın. İkisi də -2, minus neçə oldu? 4. Cavab nə bəndidir? Y bəndi. Bir də izah eləyim inşallah. Keçək digər suala. Digər sual 17-ci sualdır. 17-ci sualda nə deyir? Eyni mol sayda etan, molu eyni olan etan. Sonra etilen. Etilen necə yazılır? CH4. Eten və ya nə deyirlər? Etilen. Eten və ya başqa adı oldu? Etilen. Və sonra astilen. Astilen necə yazılır? CH2H2 asetilen. Molları eynidir uşaqlar. Molu eyni saydadır. Deyir, ibarət olan qarışıq. Molları bərabərdirsə, qarışıq özü 67,2 litrdir. Molları bərabər olanların həcmləri də nədir? Bir molları bərabərdir. Nü1, nüləri bərabərdir. Nü nə miqdarıdır? Maddə miqdarları bərabər olan qazların, fizikada da var bu, maddə miqdarı bərabər olan qazların həcmləri də nədir? Bərabərdir. Həcmi və ilə işarət. Bunu yarı böləndə bu neçə litri? 3 yerə bölsün. 22,4 litr, 22,4, bu da 22,4. 3'ü bir yerdə bu qədər deyil qaz. Nə miqdarları eynidir? Molları bərabərsə litrlər də nədir? Bu 67,2 3 də qazın arasında bərabər böləndə 67,2 böldüm 3-ə. Hər qaza 22,4 litr olur. Hər qaz neçə litr olur? 22,4 litr. Və deyir, yanmasından neçə mol karbon qazı alınır. Yandırma reaksiyasını yazmaya ehtiyac yoxdur. Çevirmə yazırıq. 22,4 litr neçə mol deməkdir? 1 mol etan yananda karbon qazı nə qədər çıxır? 22,4 litr hələ neçə mol deməkdir? 1 mol deyil. 1 mol yananda neçə mol karbon qazı çıxır? 2 mol. C2H4 eten və ya etilen. Bu da tapmışdı 22,4 litr. Neçə mol deməkdir? 1 mol. 1 molun yanmasından nə qədər karbon qaz əmələ gələcək? 2 mol. Çevirmə yazırıq. Buradakı karbon buradakına nədir? Bərabərdir. Kütlənin nə qanunu var? Saxlanma. Və axırıncı astilendir. Astilen də C2H2 yanır. 22,4 litr neçə mol deməkdir? 1 mol. Oradan da 2 mol karbon qaz əmələ. Ümumiyyətlə 2 mol bundan, 2 mol bundan, 2 mol da bundan. Neçə mol karbon qazı əmələ gəlir? 6 mol karbon qazı neynədir? Əmələ gəldi. Bax, bir də təkrar edirəm. Hər qazdan 3 dənə qaz olub orada. Biri etan qazı olub. Biri nə qaz olub? Eten və ya etilen. Digəri isə astilen olub. Molları eynidir.
nüləri eynidir. Nü nə miqdarıdır? Maddə miqdarı. Molları eyni olan qazların həcmləri bir-birinə nə olmalıdır? Bərabər. 3 dənə qaz, üçü bir yerdə 67,2 litrdir. Onda hər qazımız neçə litrdir? 22,4 litr uşaqlar 1 moldur. İstənilən qaz halında maddənin 1 molu neçə litrdir? 22,4 litrə necə həcm deyirlər? Molar həcm. İndi bu neçə moldur onda burada? 1 mol. 22,4 litri çevirdim də mola. Neçə mol oldu? 1 mol. Bu neçə mol olur? Bu da 1. Bir rəqəmi yazmırlar. Sizə görə yazıram ki, baxasınız. Burada heç nə yoxdursa neçə moldur? 1 mol. İçərisində karbon neçədədir? 2 dənə. Burada da karbon neçədədir? Burada da 2-də. Bunların üçü də yanır, yanmır. Yananda karbon qazı çıxır və buradakı karbonların sayı karbon qazındakı karbonun sayına nə olmalıdır? 2 dənədirsə 2 mol çıxacaq. Yenə 2 dənədirsə neçə mol karbon? Astilendə karbon 2 dənədirsə yananda çevirmə yazırıq. Neçə mol karbon qazı çıxır? 2 mol. Cəmi üçü də yanır da. Üçü də 1 mol, 1 mol, 1 mol. 2 mol burada, 2 mol burada, 2 mol burada. Neçə mol karbon qazı çıxdı? 6 mol. Şifahi məsələdir bu uşaqlar. 6 mol. Yəni buradan nə öyrəndiniz? Qazlarda, Avogadroda belə bir şey vardı. Qazların molları eynidirsə, nə miqdarı eynidirsə, molları eyni olan qazların həcmləri də bir-birinə nədir? Həcmlər, litrlər də eynidir. Bərabərdir də yəni. Eyni zamanda molekulların sayı da bərabərdir. Nəyin sayı bərabərdir? Molekul nəyə bərabərdir? Sayı bərabərdir. Baxın, molları bərabər olan qazların normal şəraitdə molları bərabərdirsə, həcmləri bərabərdir. Həcmləri bərabərdirsə, molekulların nəyi də bərabərdir uşaqlar? Sayları da nədir? Bərabərdir. Növbəti 18-ci sual. 18-ci sual. 18-ci sualda nə deyir uşaqlar? Deməli, 17-in cavabı 6 oldu B bəndi. Keçdik 18-ə. Butin. Butin 2. Tam bromlaşır. Tam bromlaşması üçün neçə mol brom lazımdır? Onlar yazmayıb 2 mol. Siz özünüz bilməlisiniz ki, neçə mol brom lazımdır? 2 mol. Atoma çevirəndə 4 atom. Mol deyəndə əmsala baxın. Atom deyəndə bu 2-ni, bu 2-yə vuranda 4 atom. Butin deyəndə 4 dənə karbon yazırıq. 1, 2, 3, 4. 3 qat rabitə ikinci karbondan çıxır. Nə yazırıq bura? H3. 1, 2, 3, 4. Burada bir H3. Butin neçə oldu bu? 2. Tam bromlaşdırmaq üçün pi neçədədir uşaqlar? 2 dənə olduğuna görə neçə mol brom lazımdır? 2 mol brom lazımdır. Və necə şəraitdə gedir bu reaksiya? Adi şəraitdə bromlu su neyini rəsizləşdirir. Dəyişiklik neçənci karbonda gedir? 2 ilə 3-də. Yəni birinci karbon olduğu kimi qalır CH3. İkinci karbondan pi qırılır. Pilərin neçəsi də qırılır? İkisi də. Biri yuxarı birləşir bromun. Biri hara birləşir? Aşağı. Üçüncü karbon yenə bromun biri bura. Biri bura birləşir. Sonra qalır CH3. Nömrələndə 1, 2, 3, 4. Neçə oldu bu? 2, 2, 3, 3, tetra, brom, nə deyirlər ona? Tetra, brom, butan. Deyirsən anlamadı uşaqlar. Baxın, 3 qat rabitə. Peki onu qırmızı ilə yazmışsınız. 3 qat rabitə deyəndə 1 karbon, CH3, tək qat rabitə. 3 qatı yazaq. 3 qata birləşən karbonlar. Deyəsən qırmızı. Neçə qat rabitə yazırıq? 3 qat, sonra C. Baxın bura. CH neçə oldu bu? 3. Dəyişiklik harda gedəcək? Bu qırmızı ilə göstərdim. Pi neçədə görürsünüz burada? 2 dənə pini doydurmaq üçün neçə mol brom lazımdır? 2 mol. Necə şəraitdə? İndi bax bu pi qırıldı. Pini yaradan pp elektron. Bu öz payını götürdü. Bu da öz payının elektronunu. Digər pi də qırıldı. Bu da qırıldı. Bunun elektronunu yuxarı keçdi. Bunun da elektron aşağı. Neçədə atom birləşəcək? 4 dənə. Pilərin ikisi qırıldı. Pini yaradan nə idi? P, 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 P. Neçədə elektron var idi pini yaradan? 1, 2, 3, 4. İkisi bu karbonun da öz elektronunu götürdü. İkisi de bunun da öz elektronunu götürdü. İndi nə oldu? CH3 birinci karbonla işim yoxdur. İkincidə bromun biri yuxarı, biri hara birləşir? Aşağı. Tək qat rabitə. Pilərin ikisi də qırılıb baxır.
Karbon, bromun biri yuxarı, biri də hara birləşdi? Aşağı. Dördüncü karbon olduğu kimi qaldı, qalmadı. Dəyişiklik neçənci karbonda getdi? 2 ilə 3-də. 2-yə niyə görə 2-də brom birləşir? Ona görə ki, pi-nin neçəsi də qırılır? İkisi də. 3-ə niyə görə 2-də brom birləşir? Pi-nin neçəsi də qırılır? İkisi də. Və alınan maddənin adı nə olur? 2, 2. 2-də neçədə brom var? 2-də. 3, 3. 3-də neçədə brom var? 2-də. Tetra brom. Neçədə brom oldu? 4 dənə brom. Əsas zəncirin uzunluğu 4-dürsə butan. Tetra brom nə deyirlər ona? Butan. Məsələn, 19-da burada belə bir sual var. Propen. Bunun cavabı bildiniz nə oldu? 2, 2, 3, 3 tetra brom butan. Buten yox. Nə olacaq uşaqlar? Butan. A bəndində buten yazıb. Diqqətli olun. Yəni en şəkilçisi yoxdur, andır. Rabitələr hamısı neçə qatdır? Tək qat olduğuna görə karbon atomları arasında rabitə. Pi olmadığına görə cavab nə bənd oldu? D bəndi. Baxın, 19-da burada bir dənə belə bir sual var ki, propenə yox, 19-daki sual ondan deyil. Elə buna oxşar bir də özümdən əlavə bir sual yazım. Məsələn, 18-ə oxşar bir nümunə yazım. Butin, az əvvəl 2 yazmışdım, indi butin 1 yazıram. 3 qat neçənci karbondan çıxır? 1-dən 3, bu da 4. Dəyişiklik hansı karbonda gedir? 1 ilə 2-də. Tam bromlaşır. Tam bromlaşmaq üçün neçə mol bromlar? Tam sözün elə belə yazmayıb. Yəni pi-nin neçəsi də qırılmalıdır. Bu qırıldı, biri bura, biri bura. Yenə bu biri, yuxarıdakı pi qırıldı, biri bura, biri bura. Neçədə atom birləşir? 4-də. Nöqtə qoyduğum yer, hər nöqtə qoyduğum yerə neçədə atom birləşir? 1 dənə. Brom da burada 4 dənədir. C, burada H olmalıdır. Burada H2, burada bir H. CH, bromun biri bura, biri də bura birləşir. Tək qat rabitə C. Bromun biri bura, biri bura birləşir. Və sonra olur CH2, sonra CH3 yazırım. Birinci, ikinci, üçüncü, bu da dördüncü. 1, 1, nə oldu bunun adı? 1, 1, 2, 2, tetra, brom, butan. Tetra brom nə oldu bu? Butan. An oldu. Və yaxud da astilen olsun. Astilen necə yazır o? 3 qat rabitə. Tam bromlaşdıraq. Necə bromlaşaq? Tamamilə bromlaşmaq üçün pi 2 dənədirsə, 2 mol da brom götürməliyik. 2 mol brom neçə atom deməkdir? 4 atom. Pi qırıldı, biri bura, biri bura. Digər pi qırıldı, biri bura, biri bura. Hər nöqtəyə neçədə atom birləşəcək? Bir də 4 atom deyil. Onda olur burada CH. Brom, burada bir brom birləşir. Tək qat rabitə CH, bura bir brom, burada bir brom birləşir. Pi yoxdur uşaqlar. Rabitələr hamısı nədir? Sigma. Olur 1, bu da 2. Nə oldu bu maddənin adı? 1, 1, 2, 2, tetra. Tetra nə demək? 4, brom, etan. Nə deyirlər ona? Etan. Əsas karbon zəncirinin uzunluğu 2-dədirsə etan. Necə şəraitdə gedir bu reaksiya? Adi şəraitdə bromlu su neyini rəysizləşdirir. Başqasını da yaza bilərəm. Məsələn, pentini də yaza bilərəm. Pentin. Pentin neçə yazaq? Məsələn, 1. 5 dənə karbon yazırıq. 3 qat birinci karbondan çıxır. 3 qatın çıxdığı yer, baxın, 1, 2, 3, 4, 5. Hidrogen atomu yazmıram da. Pi-ni doydurmaq üçün neçə mol brom lazımdır? 2 mol. Necə şəraitdə gedir? Adi şəraitdə pi qırıldı, biri bura, biri bura. Digər pi qırıldı. Baxın, nöqtə yazın. Biri bura, biri bura. Pilərin ikisi də gedəndə neçədə nöqtə oldu? 4-də. Hər nöqtəyə neçədə brom birləşir? 1 dənə. Olur C, brom. Baxın, bromun biri burada, biri burada. Sonra yenə brom. Yenə brom. Sonra 3-də də karbon olduğu kimi neynir qalır. Hidrogenləri yazmamışam da uşaqlar yanına. Olur 1, 1, sonra 2, 2. 1-də neçədə brom var? 2 dənə. 2, 2. Tetra brom pentan olur. Nə olur? Ya istəyirsiniz yazım hidrogenləri. H2, bu da CH2, bu da CH3. Burada CH qaldı. Burada H2, H2, bir də CH3 oldu. 1, 1, 2, 2, tetrabrom, pentan. Dəyişiklik harda gedir? 2 qata və yaxud da 3 qata birləşən karbon atomlarında. Orada hibrid vəziyyəti dəyişir. Pi neçədə azalır? 2 dənə pi azalıb və sigma
4 vahid, sigma 4 vahid artır. Niyə görə artır? Nöqtə qoyduğum yerin neçədə brom birləşir? 4-də. Onda karbon sp hibrid vəziyyətinə hansı hibridə gəlir? sp3-ə. P'lər qırılır axı. Hansı hibridə gəlir? sp3-ə. Aydındır. Pi 2-dən azalanda sigma ondan neçə dəfə çox artır? 2 dəfə çox artır. Başa düşdünüz? Alkinlər necə suyu rəngsizləşdirir? Bromlu suyu rəngsizləşdirir.